Herkese selam, ben Murat Səmzadə. Bugünkü videomuz VPN şəbəkə texnologiyaları haqqında olacaq, Virtual Network. Bu ilk olaraq həm nəzəri, həm də praktiki hissədən ibarət olacaq. Şəkil üzərində izah eləmək istəyirəm nəzəri. İlk olaraq VPN-i necə işlədir, bu şəkil üzərində izah edirəm və bu şəkil Remote Access VPN mexanizmasını göstərir. İlk olaraq user device. User device istifadəçi cihazıdır. Burada istifadəçinin şəxsi cihazı var. Bu laptop, telefon və ya planşet ola bilər. Normalda bu cihaz internetə birbaşa çıxan məlumatlar açıq formada ötürülə bilər. Yəni açıq Wi-Fi bildiyimiz kimi təhlükəlidir və bu man-to-middle hücumları, MITM hücumlarına gəlib çıxa bilər. Açıq bir network paylaşıbsa bizim ora girməmiz tövsiyə görülmür. Çünki onun içərisindəki network sahibkarı bizim məlumatlarımızı oğurlaya biləcək qədər təhlükəli bir hücum növüdür. Həm də ki, bu trafik oxuna bilər. İkinci addımız VPN klient. Bu qalxan olaraq göstərilir. Bu istifadəçi cihazda VPN klient proqramını işlədir və bu proqram VPN bağlantısını yaradır və bütün trafiki şifrələyir. Yəni VPN klient OpenVPN, Cisco Connect və s. kimi protokollar göstərə bilərəm. Şifrəlmə elə bu hissədən başlayır və orada bu hissədə gördüyümüz kimi həm qırmızı, həm də yaşıl bir kriptoqrafiya işarəsi var. Qırmızı açıq kiliddən yaşıl bağlı kilidin fərqi olar. Gördüyünüz kimi bu nöqtədən sonra məlumatlar artıq şifrələnmiş vəziyyətdə olur. Yəni VPN klient və internet service provider. İnternet service provider qısaca ISP adlanır. Bu Wi-Fi işarəsi ilə göstərir. Bu mərhələdə trafik internet providerlə keçir, amma çox önəmli məqam var. Provider məlumatın içini görə bilmir. ISP yalnız şifrəli paketləri görür və hansı sayta girdiyini bilmir. Burada VPN-in əsas üstünlüyü odur ki, VPN bizə bu providerdən gizlədə bilir. Sonra VPN server. Bu VPN serverlə loqosundan server loqosu göstərir və bu şifrəli məlumatlar VPN serverə çatır. Bu server məlumatları açır, yoxlar və internetə göndərir. Yəni IP ünvanımız dəyişir. Bizim istifadə etdiyimiz VPN istifadənin zamanı virtual şəbəkədə. Bizim IP adresimiz məsələn hal-hazırda biz Azərbaycan ərazisində sayılır ölkəsində. Amma VPN istifadələri bizi Hollandiya və İspaniya və yaxud da ki Çin kimi ölkələrdə hər hansı bir IP adresi, random bir IP adresi kimi göstərə bilər. VPN-i IP ünvanı dəyişmə xüsusiyyətlərindən biridir və istifadəçi VPN serverinin ölkəsində görsənir. İnternet dünya loqosu ilə göstərir. Bu isə indi trafik artıq internetə çıxır və saytların istifadəçi real IP-ni yox, VPN serverin IP ünvanını görür və nəticədə anonimlik, təhlükəsizlik və məhdudların aşılması kimi xüsusiyyətlərə malik oluruq və geri qayıdılan trafik prosesi olur, dövr göndərmə loop prosesinə. Cavab məlumatlarda eyni rol ilə görə qayıdır və yenidən şifrələnmiş formada istifadəçiyə çatır. Şəkildə şifrələnmiş formada encrypted yazılıb. Bu nə deməkdir? Encrypted yazılan hissələr VPN tunelini göstərir. Onu da göstərəcəm zaten VPN tunelində. Bu tunel IPsec, SSL və OpenVPN kimi protokollarla qurula bilər və burada site-to-site VPN-ə keçid üçün körpü qurulur. İndi sonraki şəklimizə keçsək, Site-to-site VPN. Bu şəkil Remote Access VPN üçündür. Site-to-site VPN-də bu prosesi istifadəçi yox, birbaşa routerlar edir. Yəni sol hissədə cihazlar, məsələn, planşetdə tez olduğu sağ hissədə sadəcə routerlar olur və aralarında site-to-site VPN əlaqəsi olur. Qısa müqayisə ilə desəm, Remote Access User Server əlaqələrinin ardıcı oldu. Site-to-site router və router arasında olur sadəcə. Yəni iki fərqli bir ofisin şəbəkənin router vasitəsilə birbaşa VPN tuneli ilə birləşməsidir. Misal məsələn Bakı ofisi ilə Gəncə ofisi arasında əlaqə var. Hər iki tərəfdə router var və istifadəçi fərqinə varmadan bir-birlərini çıxış etmiş olurlar. Bu avtomatik formada işləyir. İstifadəçi login etmir və router əlaqəsi sayılır. Sonraki şəklimiz isə IPsec tuneli haqqında olacaq. IPsec tunelimiz nəzəri olaraq bu prosesdən desəm, məsələn iki dənə cihazımız var. Device A və Device B. Solda R1 və sağda isə R2 yazır. Onlar arasında internet provider vasitəsilə IPsec tunel modu oynanır və bu şifrələnmiş formada olur və onlar arasında kommunikasiya əlaqəsini qurur iki cihaz arasında və bir növün adına görə ki, tunel rolunu oynayır. Məsələn biz sonraki şəkillərimizdə girsək, məsələn mən bir də nə haqqında danışmaq istəyirəm? Tutam ki, IPsec haqqında danışmaq istəyirəm mən. IPsec haqqında danışmaq istəyirəm, bir də məsələn şəkil var idi. Məsələn, bayaqki şəklimiz də bu IPsec. Yəni IPsec-in nə olduğunu belə tərcümə eləsəm, IPsec Internet Protocol Security gəlir. Yəni VPN-lərdə istifadə olunan təhlükəsizlik mexanizmasıdır. IPsec mən tunel mod şəklini göstərdiyim halda, yəni biz IPsec-də məlumatlar şifrələnmiş formada olur. Bayaq dedim ki, IPsec Encryption Tunnel və bu paketdə təhlükəsizlik başlığı əlavə edir, dəyişdirilmədiyini yoxlayır. Bir də ondan sonra aydınlaşdırma, bir də kapsullaşdırma, encapsulation yazsın. Encapsulation ilə bağlı da məsələn burada bir şəkillər var, müxtəlif şəkillər var buna aid prosesdə.
Tutam ki bu olsun. 3 dənə obyekt formasında göstərilir. Encapsulation ya kapsulaşdırma mənasına gəlir. Normal bir paket olur. Yəni IP data. VPN ilə biz onu bir new IP, yəni başqa bir ölkənin IP-si kimi düşünək də, bayaq dediyim kimi dəyişdirilir, new IP olur. IP-si header başlığı əlavə edilir və encrypted, yəni kapsullaşdırılmış, şifrələnmiş formada IP data nəticəsi əldə olunur. Yəni paket sanki iç-içə qoyulur və bir-birlərinə şifrələnir. Və burada məsələn 3 dənə obyekt var, bir-birlərinə data member function, bir-birlərinə əlaqəli formada ardıcıl prosesdən, yəni bizim bu informatika dərsində bildiyimiz kimi til olur. Yəni hər iki istiqamətdə yol gedə bilir. Bir də var AES və 3DS, həm də 3DS var. Bu müəyyən bir şifrələmə alqoritmidir. Tutalım ki, bu şəklə girək. Bu şəkildə 64 bit plain text ilə yazılır. AES və 3DS bu şifrələmə alqoritmləridir. 3DS indiki dövrdə çox az istifadə olunur, çünki köhnə və yavaş işləyir. AES isə yeni və sürətli bir təhlükəsizdir və biz AES-dən istifadə edəcəyik, məsələn, praktiki tapşırıqlarda. Və məsələn bizim üçün burada DS chipperdən K1 arasında K2, K3 var. Buradan sağa gedəndə DS reverse chipper olur. Yəni bu sol hissəsi encrypted, sağ hissəsi decrypted, yəni encryption'ın tərsi prosesi sayılır. Və görürük ki, DS reverse-dən chipperə çevirəndə encryptdə onu reverse silir, DS chipper qalır. Yəni bir-birlərinə şifrələmə alqoritmi olur, dəyişdirir əksi formada. Məsələn, -2-nin əksi -2 olur. -2 encryption tutalım ki, -2 olan decrypted olur formasına gətirilir. Nəzər olaraq belə qısaca özət vermək istədim. Bizdə indi əsas söhbətimiz artıq gəlir Discopaket Tracer-a. Discopaket Tracer-ımızı açsaq, burada nələr yetəcək? Ümumiyyətlə bir topologiyamızı qurmaq istəyirəm qısaca. Topologiyamızı qurmaq istəyirəm. Məsələn, 2 dənə router yerləşdirmək istəyirəm bura. Tam ki 2811 versiyasından olsun. Adını da qoyuram 1. Bir də ikinci router. Bunlarda serial port istifadə edəcəm də ilk olaraq bunu söndürürəm. Biz 2T portunu əlavə edib yandıracağam. Bu serial portu əlavə etmək üçün istifadə edir. Bunu söndürməliyik mütləq, çünki əlavə bir port istifadə etmək üçün. Aha. Aralığında da bu clock rate eləmək üçün serial 303 istifadə edəcəm. 00 olsaydı lap gözəldir, meyvə yox. Bir də 2 dənə də switch istifadə eləmək istəyirəm. Bir də router zaten yerləşdirdik. Buradan da məsələn 2960 olsun məsələn, fərq eləmir. 1 Switch 1, Switch 2 çox istifadə eləmədim. Sadəcə mən VPN-in qurulması prosesini yeni yetirəcəm. Əgər siz ping edib yoxlamaq istəyəcəksinizsə, mütləq və mütləq konfigurasiyanı yeni yetirəcəm. Sadəcə mən ümumiyyətlə burada nə əmrlər və nələri yeni yetirəcəyimizi göstərmək üçün qısaca özət vermək istəyirəm. Bundan da məsələn copy paste sonra bunun fasiləsini 00-dan bunun 0.24 olsun. Bununki zaten 0'dır, bununki də 0.1 olsun. Aha. 0.24 0.1-dən 0 eləyək. Aha. Gəldik. Ondan sonra bir neyniyək? IP adresini təyin eləyək PC1-ə. Yenə də təyin eləmək istəyirəm, amma ping adresini atmaq falan siz yeni yetirməli olsanız, gərək switchdə də kommunikasiyalarını yeni yetirməyinizi ön tövsiyə görərəm. Sadəcə mən sadəcə VPN-in qurulması prosesindən qısaca yerinə yetirmək istəyirəm. 8.1.255 dəqiqə mən bunu default gateway-ni düzgün təyin elədim. Aha 2 yox üzrsən dedim də qarışdırmışam 1-1. Subnet mask yerində PC2 üçün də yeni yetirək default gateway-ni qoyaq eyni şəbəkə topologiyasının olduğu üçün 2.1 fase denetində 192.168 8 2.10 qoyaq subnet mask yerində. Aha. Router üçün konfigurasiyanı yeni yetirəcəm. Configure girirəm. Yox, silək astagfirullah. Enable modundan, privilege modundan ya administratorundan girirəm. Konfigurasiya üçün konfigurasiya terminal istifadə edirəm. Ondan sonra LAN interface üçün də interface fa01 istifadə edirik. Bəli. LAN portun LAN-a baxan portu seçmək üçün bir dənə IP adresi təyin edək. Router üçün 192.168 1.1.255.255 0 verdim. Buna shutdown deyərək də
aktiv vəziyyətə gətirəm. LAN üçün IP verdi, port aktiv etdi, yoxsa işləməzdi. WAN üçün də, interfeys üçün də bir dənə də XDA interfeys seriala girək. 030. Aha, daxil olduq. Router arası xətt qurmaq üçün IP adres verək bu port üçün də, interfeys üçün. 01 255 255 255 252 verdim. WAN IP üçün də bir dənə də clock WAN IP verdi. Clock rate 64 mi yazacağam. Bunun istifadə edəndə zaten biz burada fikir vermişdik. Mən burada serial DJ, bax bu kabeldən istifadə edirəm. Bu hissəsində clock, yəni saat loqosunu görürük. Bu DJ tərəfdədirsə saat siqnalını vermək üçün istifadə olunur və 64 nömrə default ilə təyin elədim. Aşağıdan öndən də aktiv vəziyyətə gətirəcəm sadəcə bunu. Eyni formaları router 2 üçün də təyin eləmək lazımdır. Burada nə yazmışım? Eyni formada oynayır. Sadəcə IP adreslərini təyin eləyəcəyik. Fərqli formada. Eyni formada router 2 üçün də məsələn seriala daxil olacağam. Ondan sonra IP adresi 10.0.2 255 255 252 yazacağım burada kimi. Sonra aşağıdan verəcəm. Clock rate ona təyin eləmək ehtiyac yoxdur. Yəni zaten birini router 1-ə versə təyin edəcək. Routing prosesini yeni yetirmək istəyirəm router 1 üçün. Məsələn biz yazaq ki bizi burada XD'mi yoxsa işləyəcəkmi belə? Yazaq görək. Root 192 168 2.0 normal subnet mask 5 0 Bax işləmədi. Biz konfigurasiya moduna keçməliyik, unutmuşam. Paste Taş bir dəfə 255 yazmışam. Aha. Bu onu demək istəyir ki, 192.168.2 şəbəkəsinə getmək üçün R2-yə, yəni router 2-yə göndər. Eyni formada biz router 2 üçün də yeni yetirməli olsaydıq, biz burada endconf yazım. Eyni formada da sadəcə burada 1-0-a getmək üçün elə olacaq. 1-0-a getmək üçün yeni yetirəcəyik bu formada. Sadəcə burada da yenə 255 2 dəfə yazmışam. 1 192.168 bir-birə getmək üçün istifadə edirəm mən onu. Bir də IPsec VPN addım izahlarını yetirəm. Bir də PS1. Aha. PS1 üçün ilk olaraq addımları olaraq PS1 adını qeyd edirəm. Bunların funksiyalarını üçün IPsec VPN əmrlərini yeni yetirəcəyəm. İlk olaraq daxil olaraq router 1-ə. Konfigurasiya modu açıqdır. Crypto ISAC policy Aha. Bu IPsec VPN üçün ISAC MP, yəni PS1, yəni addım kimi qaydasını yaratmaq üçündür. Encryption IS. Bu PS1 zamanı istifadə ediləcək AES şifrələnmə alqoritmasını seçmək üçündür və hash ilə da ki məlumatın dəyişdirilmədiyini yoxlamaq üçün SSH alqoritmini təyin edirik. Sonra da autentikasiya. Autentikasiyadakı bildiyimiz kimi login proseslərini yoxlamaq üçün istifadə olunan bir alqoritm deyək də, xüsusiyyətdir. O məsələn biz bir tutam ki qeydiyyatdan keçmirik. Adımızı, soyadımızı daxil olub passwordunu biz autentikasiya bizim o olub olmadığımızı yoxlamaq üçün ya root ya nə bilim administrator demək istəyirəm də, yəni ya da request bu routerlərin bir-birinə ortaq parol preshare key ilə tanınmasını təmin etmək üçün istifadə edirəm. Adı və preshare qeyd elədim. Bir də group 2 yazdım. Group 2 əmri ilə nə edəcək? Bu isə Diffie-Hellman group var. Diffie-Hellman bizim kimi bir xüsusi bir alqoritmdir. Siz internetdə araşdıra görə bilərsiniz bu alqoritmi. Bu Diffie-Hellman group 2 istifadə edir, təhlükəsizlik açar mübadiləsini qurur. Biz crypto ISAC MP yazıb tutam key olaraq VPN 1.2 yazdım bura. Adres 10.0.0.2. Bu əmrləndəki qarşı routerlar üçün VPN parolunu təyin edirəm. Sonra crypto IPsec yazacağam. Transform set TS SP həm IS
həm də ki SSH üçün təyin edəcəm eyni zamanda. Bu IPsec PS2-dəki paketlərin necə şifrələndiyini həm AES ilə, həm də SSH ilə bir yerdə göstərdiyini göstərir. Biz birinci olaraq nə edirik? Birinci bu proses hissəsində ilk olaraq məsələn əmrləri yazandan sonra Presshare 1 idi. Presshare 2-də key olaraq adını qeyd edirik. Presshare 2 olaraq burada məsələn kripto yazmış bu hissələrdir. Bu transform set olaraq adlandırılır. SPI şifrələmə bu hissə. SPSH isə yoxlama prosesi. Yəni bu IPsec PS2 sayılır. Sonra üçüncü olaraq PS üçün acili hansı trafik profesinə düşmək üçündür. Trafik VPN-ə düşmək üçün istifadə edirik. Yaxşı, bunlar da ilk olaraq router 1-də yeni yetirdim. Eyni prosesdə router 2-də də yeni yetirmək lazımdır. Sadəcə mən zaman cəhətdən yetirməyəcəm. Sadəcə məsələn ilk olaraq access list yazacağam burada. Access list 110 permit yazaram bura. 110 permit məsələn IP verəcəm 192.168 1.10 yox 1.010. Sonra build mask təyin edəcəm. Subnet maskın əksidir. Bizim əvvəlki dərslərdən də zaten bunu demişəm. Yine build mask təyin edirəm. Bu əmrlərindəki biz hansı şəbəkə arasından trafikin VPN tunelindən keçəcəyini göstərir. Bu artıq PS3-ə gəlir. Bunlar artıq kripto map olaraq təyin edəcəm. Bir də VPN map olaraq qeyd edəcəm adını. On IPsec. Bu IPsec VPN üçün kripto map yaradır və bu bütün VPN parametrlərini birləşdirmək üçün istifadə olunur. İlk olaraq bu dediyimiz ki, kripto map, yəni hamısını birləşdirmək üçün istifadə olunur. Sonra artıq kripto map'i WAN interfeysinə bağlamaq üçün istifadə edəcəyik. Əmrlər yazacağıq. Map'i yaratdıq. Ondan sonra set peer yazaq məsələn 10.0 2 olsun. Bu VPN tunelinin qarşı tərəfdəki routerun IP ünvanını göstərir. Sonra set transformdan bu elə bil əvvəlki preslərin birləşməsi kimi olur. Sonuncu PS prosesi transform set səhv yazım aralarında tire olmamalıdır bu hissədə. Form set yes. Aha. Bu əmr VPN üçün hansı şifrələmə qaydasının istifadə olunacağını təyin edir. Sonra match adresindəki 110 yazaq. Tutalım ki, permit 110-da yazılmış ki, VPN-də istifadə edilir, aciliyəni kripto map'ə bağlayır. Bir də ki, sonuncu proses dediyim kimi VPN WAN interfeysini aktivləşdirmək üçün də son bir dənə də interfeys yazım. Serial hansı portdan istifadə edilir? 0.3.0-dan. Aha. Sonra kripto map ne yazmışdıq adını? VPN map qeyd eləmişdik. Aha, bundan da VPN-i WAN interfeysinə aktivləşdirmək üçün istifadə elədik. Bu əmrləri birə-bir olaraq router 2 üçün də yeni yetirəcəyik. Sonra switch üçün lazım olan konfigurasiya yeni yetiriləndən sonra PC 1-dən ya da ki router 1-dən istifadə edə bilərik ki, ping atıb yoxlaya bilərik. Yəni show olan brief yazın. Aha. Aktiv vəziyyətdə də statusların bulanların artıq elə belə yoxlamaq istədim sadəcə. Aha, biz prosesləri yeni yetirdik. Beləliklə Cisco Packet Tracer'da site-to-site IPsec VPN tunelini uğurla qurduq. Və nəticə olaraq dedik ki, VPN əmrləri yalnız routerda yeni yetiririk. Qeyd olaraq deyim ki, və əmrlər hər iki routerda yeni yetirilməlidir mütləq. CryptoMap WAN interface üçündür. ClockRate-dəki yalnız serialda yeni yetirdik. Və son olaraq da test yetirmə mütləq yadınızdan çıxmasın. Ümumi olaraq VPN şəbəkə texnologiyasını sizə izah elədim. Həm nəzəri, həm də ki praktiki olaraq. Siz də öz Cisco Packet Tracer'da yoxlaya bilərsiniz və yaxud da ki VPN-ləri daha yaxşı anlamaq üçün mütləq TryHackMe saytınızda istifadə olmanızı ön tövsiyə görərəm. TryHackMe-də kibertəkəslə məşğul olanlar VPN ilə bağlı otaqlar var. Bu otaqları mütləq və işləməyinizi öngörərəm. Məsələn, OpenVPN kimi, sonra Network Secure Protocol'da bu premium otaqdır. Sadəcə premium olmayana baxmayaraq sizdə premium hesab alaraq mütləq istifadənizi görərəm. Network Secure Protocol'da bizdə SSH, TLS, HTTPS kimi müəyyən protokollar var. Bizə bunları izah edirlər. Və əsasən də bunun içərisində VPN protokollar hissəsini görürük. Məsələn, burada
şəkillərdən danışsaq, özləri şəkil olaraq qeyd edilir ki, məsələn DNS var, global var. Burada bütün şəkillər klient serverlərini göstərir. Məsələn, remote user bir gəlib və ayrı bir user üçün VPN klient istifadə edən bir internet protokolunun providerini istifadə edib yönəldirlər. Burada ona aid tapşırıqlar var. Məsələn, burada bir nümunə olaraq göstərir ki, uzaq ofisdəki istifadəçinin əsas filialda yerləşən restorana daxil ola bilməsi üçün müxtəlif şirkət saytlarını birləşdirmək üçün istifadə olunan nədən istifadə? Təbii ki də VPN. Çünki VPN dediyimiz kimi onlar ayrı-ayrı serverləri bütün trafik formasında birləşdirmənizə kömək edir. Yəni Trahack kimi saytınızdan da işləməyinizi tövsiyə görərəm. Bizim məsələn burada dediyimiz əsas VPN şəbəkə trafikini necə təhlükəsiz öyrənmək üçündür. OpenVPN də ilk başlarında sizə dedim ki, müəyyən məsələn Remote Access VPN-də nümunə olaraq sizə göstərmişdim. Yəni öyrənmək üçün Trahack kimi saytından istifadə etməyinizi vurğulayıram daha doğrusu. Mütləq istifadə etməyinizi yaxşıdır. Məncə ən azından mütləq istifadə edin. Videomuz bura qədərdir dostlar. Ümidvaram ki bu videomu sizə bəyənmişsinizsə. Əgər bu mövzu ilə bağlı suallarınız varsa mütləq şərh bölməsində qeyd edin və mütləq cavablandırmağa çalışacağam. Əgər videomu bəyənibdinizsə like atmağı və abunə olmağı, kanalıma abunə olmağı unutmayın. Sonraki videolarda görüşənədək hələlik sağ olun.